plastikdir, qiyməti münasibdir, rahat şəkildə istifadə edə bilərsiniz. Gördüyünüz kimi bu divarda stayak duş dəstələrdir ki, trenddə olan piano çeşidləridir, mətbəx üçün olan kran çeşidləridir ki, burada da plasmasla, xromla, metalla olan hissələr var. BD dəstələridir, hissələrdə istifadə olunan əl duşlarıdır ki, bunların da fərqli çeşidləri var. Bağlanıb açmağı iki hissədən buradan girir, isti soyuq yəqin çıxır. Fərqli başlıqlarını həm düz, həm fiqurunu, kran çeşidinin materialına görə, keyfiyyətinə görə bir 50-yə yaxın bəlkə burada bir kran çeşidi var, bəlkə də çox alətlərdir ki, zaryadka, batareyka, akkumulyatorla işləyən. Salam əzizlər, xoş gördünüz. Mən Ağacan Ağayev. Bu gün sizlər üçün növbəti toplantıdan detallı video çəkib göstəririk ki, bu sferadan da az çəkilişlərimiz olur. Bu dəfə istədik daha geniş formatda, çünki qabaqdan təmir mövsümü gəlir, ehtiyac olan bir toplantıdır ki, rahat şəkildə siz də birinci əl toplantıdan əldə edə bilərsiniz. Əsasən topdan satışdır, lakin pərakəndə satışda qeyd olunub ki, yəni gəlib yerində, yalnız yerindən alış eləyə bilərsiniz. Birinci əl ixalçı mağazadır, arxayınlıqla, rahatlıqla söyləyə bilirik. Sırf özləri ixal edirlər, Çindən ixal olunur. Müxtəlif çeşidlər var ki, hamam aksesuarları, santexnika məhsulları və bir sıra inşaatda istifadə olunan xırdavat məhsullarıdır ki, indi mağazanın girişindən başlayaraq bütün detalları sizə göstərəcək. Əsas üstünlüyü isə hamam aksesuarlarıdır ki, baxın belə plastik yeni gələn çeşidlərdir. Ən çox bu da son vaxtlar Tələbat mağaza əməkdaşının məlumatlarına əsasən deyirəm. Ən çox son vaxtlar tələbat olan məhsullardır ki, rayon yerlərində, nə bilim, həyat visilərində, tualetlərində daha rahat və praktikdir ki, plastikdir, qiyməti münasibdir, rahat şəkildə istifadə edə bilərsiniz. Qiymət olaraq qiymətləri qeyd edə bilmirik. Kim topdan alış etmək istəyirsə, topdan alış eləmək istəyənlər qeyd olunan əlaqə nömrələrinə əlaqə saxlayıb rahat şəkildə gəlib qiymətlərin təkliflərini ala bilər, maraqlana bilər. Daha sonra sifon çeşidləri, umuvaynika olan xortum çeşidləridir. Onların fərqli çeşidləri var. Daha sonra yenə burada həmən xortumların tronik ya da adaptörü gedir, adı səhv eləmirəmsə belə bunlardır. Bütün xırdavat, santexnika mallarında gördüyünüz çeşidlərdir. Həmçinin krantlarda istifadə olunan dəmir borular, xırda krantlarda. Bunların da xırda ölçülərdən 30-35 sm, 40 sm-dan başlayır, 60-70 sm-yə qədər olan çeşidləri var. Daha sonra paplavok çeşidləridir. Baxın, dəst şəkildə satılır. Bunların da bir neçə çeşidləri var. Sadə çeşidlər də var. Bu şəkildə kompleks çeşidləri də var. Daha sonra sırf yalnız hissəli olaraq da satışı var. Çeşid olaraq çeşid boldur. Sırf hamam aksesuarları ilə bağlı kranlardan tutmuş xırda aksesuarlar ən çox istifadə olunan trapların başlıqlarıdır, trap altlıqlarıdır. Həm xrom, həm sadə materiallarla olan çeşidləri var. İndi isə ümumilikdə girişdən, sağdan başlayaraq çeşidlərlə tanış edəcəm sizi. Qiymətlərini qeyd etdiyim kimi öyrənmək istəyənlər yalnız mağazalar topdan şəkildə topdan qiymətlərini öyrənib əməkdaşlıq edə bilər. Bu biraz elə sahədir ki, biraz fərqlidir, spesifikdir. Hər kəs bu sahə ilə məşğul olmur. Mağazalarda zaten bir toplantıların hamısını tanıyırlar. Regionlardan ola bilər, rahat deyil. Naxçıvan Respublikasıdır. Digər regionlardan fəaliyyət göstərən mağazalar varsa, onlara da bu video vasitəsilə dəstək olmağa çalışarıq ki, tanıyıb birbaşa birinci əl ixalçıdan məhsul ala bilsinlər. Gördüyünüz kimi bu divarda stayak duş dəstələridir ki, fərqli həm son trenddə olan piano çeşidləridir, həm sadə çeşidləri var, həmçinin mətbəx üçün olan kran çeşidləridir ki, burada da plasmasla, xromla, metalla olan hissələr var, fərqli formaları var ki, daha sonra hamam aksesuarlarında, tualet kağızlarında istifadə olunan, digər aksesuarlarda, traplarda istifadə olunan modellər nədir? Trapların, elə trap gedir, yoxsa? Trap modelləridir, onların fərqli. Bunlarda gizli trap modelləri həm mağazalar, həm otellər, restoranlar, istirahət mərkəzləri mütəmmadi şəkildə harda ki tez-tez, yəni istifadə dəyişilir, ehtiyac olur. Topdan qiymətlə birinci əl ixalçıdan daha uyğun qiymətlərlə siz gəlib əldə edə bilərsiniz. Eləcə də onlarla fərqli çeşidlər var. Qiymət olaraq da çeşidə görə, keyfiyyətinə görə təbii ki fərqlənəcək, modelinə görə qiymət dəyişir. Sadə modellər də var, bu gördüyümüz ənənəvi hamının istifadə etdiyi modellər. Həmçində daha dəbli, daha funksional bu piano modellərinin 7-8 fərqli modelləri var. Daha sonra bu hissədə də yenə burada da fərqli əl duşları. Bunlar da əl duşu gedir bu tualet şeylərinə. BD dəstələridir, yəni visilərdə istifadə olunan əl duşlarıdır ki, bunların da fərqli çeşidləri var. Material olaraq yenə də xrom, paslanmaz poladdan olan daha uzun ömürlü, həmçinin də plasmas olan çeşidləri də var. Daha uyğun qiymətə təklif oluna bilir. Daha sonra plastik
boruların bağlantılarıdır, kranlarıdır, uqolnikləridir. Boruların plastik su çəkmək, əsasən su çəkimindədir istifadə olunan bütün həmin boruların özü yoxdur, amma aksesuarların bütün aksesuarlar var. Baxın, bu qırmızı papaq vintlərdir, bu yaşıl papaq vintlərdir. Bunlar da daha sonra bu tərzdə olan var. Həm 15'likdən başlayır da, düzdürmü ölçü? 15'lik ölçüdən başlayır, 25, 30 latun və dəmir olmaqla iç materialına görə dəyişir. Latun daha uzun ömürlü sayılır, hə? Latun daha geç paslanır, uzun ömür istifadəyə imkan verir. Daha sonra burada da yenə tək xortum çeşidləri almaq istəyənlər, həmçinin tək kran çeşidləri, burada da yenə əl duş dəstləri var. Fərqli onlarla çeşid var. Yəni aşağı büdcə məhsul satmaq istəyənlər, regionlarda daha uyğun qiymətə məhsul təklif etənlər üçün daha uyğun büdcəyə çeşidlər var. Həmçinin də öncədə göstərdiyim kimi daha yuxarı və premium sayılan çeşidlər. Daha sonra belə sadə sabun qabıdır, yapışqanlı və şurupla istifadə edə bilərsiniz. Daha sonra belə burada da yenə modelin fərqli bağlanıb açmağı iki hissədən buradan girir, isti soyuq yəqin çıxır. Tam olaraq məlumat dolğun verməyə bilərəm, amma məhsullar göstərirəm ki, bunu satış edənlər zaten məlumatlıdırlar özləri. Baxın, belə bir maraqlı krant var. Biri ikili istifadə eləmək olur. Biri buradan açıb, biri bu şəkildə, biri də bu şəkildə. Belə bir fərqli model krantlar var. Daha sonra belə restoranlarda daha çox istifadə oluna bilir. Baxın, belə fərqli dizaynda olan belə bir krantlar var. Belə qutuda olan duş dəstləri var, visi dəstləri var, qara, xrom. Bu ilin aksesuarlarda tren rəngi, ötən videodan bilirəm ki, əsasən qara, qızılı rənglərdə daha üstünlük təşkil edir. Burada da yenə də stok formasında həmən öncə vitrində qeyd olunan məhsulların fərqli formalarıdır. Bunların da yenə 3 rəngi var. Qara, mokra asfalt, xromu, xrom rəngi olmaqla 3 rəngli mağazada sizə təklif olunur. Daha sonra burada asılqan çeşidlərdir. Yenə də ikili, dördlü olmaqla fərqli asılqan çeşidlərini görürsünüz. Aşağıda burada da fərqli belə bir çeşidlər var. Bunlar nədir? Maraqlıdır. Hə, plastik turba duşlar. Bu da daha krant, estağfurullah. Bunu bağlayıb rahat şəkildə hara istəsəz belə istifadə edə bilirsiniz. Başlığı da iki rejimi var. İrəlidə fərqli rənglər də var. İndi burada gördüm, qoy onu elə görsədim. Burada baxın, fərqli rəng çeşidləri ilə və fərqli başlıqlarla olan çeşidləri. Daha sonra burada fərqli bir neçə yenə əlavə istifadə olunan aksesuar çeşidlərdir ki, dəmir borularda, qaz borularında istifadə olunan vintillər. Burada da yenə satışı var. Mağazalar rahat şəkildə müraciət edə bilər. Burada öncə qeyd etdiyimiz həmən qırmızı papaq krantların 15-lik, 20-lik, 25-lik turbalar üçün istifadə olunan vintilləridir. Əgər səhv bilmirəmsə, yəni bunların içi dəyişilir. Mən özüm neçə dəfə evdə dəyişmişəm. Tez-tez rezin quruyur, tez-tez istifadə olunur. Daha sonra onların bu formada olanlar var, göstərə bilmirəm. Daha sonra bu formada olanlar var. Öncə nümunəlikdə qeyd edildi. Fərqli yenə plastik turbaların, plastik boruların çəkilməsində istifadə olunan bütün aksesuar çeşidləri var. Burada da fərqli yenə də krant çeşidləri var. Bu krant çeşidlərinin bu mağazada həddən çox çeşidi var. Asılqan çeşidləri də yuxarıda yenə bir fərqli xrom, qara, ağ olmaqla görə bilirsiniz. Krant çeşidlərinin bir fərqli ayaqüstü hündür modelləri, rəng olaraq fərqli rəng çeşidləri ilə orada sərgilənib. Rahat şəkildə satış eləyənlər hər dəfə qeyd edirik, ən azı bir dəfə gəlib yerində əlaqə saxlayıb, gəlib yerində, baxın qızılı belə, yerində baxmağınız daha yaxşıdır ki, öz gözünüzlə keyfiyyətinə də əmin ola bilərsiniz. Daha sonra isə alışlarınızı eləyə bilərsiniz. Bir dəfə gələndən sonra mütəmadi şəkildə növbəti alışlarınızda gəlmədən belə əlaqə saxlamaqla mağaza əməkdaşı ilə əlaqə saxlaya bilərsiniz. Sizə bütün bu işlərdə kömək ola bilərlər. Daha sonra burada da öncəki qeyd elədiyim yenə məhsulların açıq şəkildə sərgilənib ki, rahat şəkildə burada ala bilərsiniz. Baxın, bunlar dəmir qulplandı, bunların plastik qulplandı olan var. Latun içli ilə, xrom dəmir içli ilə olan çeşidləri var. Asılqan çeşidlərini hamamlarda, qarderoblarda, girişlərdə istifadə olunur və bu da
künclü aksesuardır. Yenə hamamlarda istifadə olunan, bunların da fərqli materiallarla olan var. Baxın, belə qara, boz, metal, xrom rəngdən olan çeşidləri var. Bu tərəfdə isə mağazanın girişində, sol tərəfdə isə xırda, digər xırdabat inşaatda istifadə olunan məhsullardır. Bir də bir qism usta alətləri var. Buradan başlayaraq, yəni metrə çeşidləridir, plaskubs bağ qayçıları, baxın belə plaskubs çeşidləridir, bağ qayçıları var. Fərqli çeşidlərdə. Daha sonra rezak başlıqlarıdır. Rezak çeşidlərinin özüdür. Sverlo başlıqlarıdır və bunların set şəklində fərqli çeşidləri var. Daha sonra su sızmanı və s. təyin eləmək üçün belə bir aparatdır. Detektor gedir, aparat gedir, EcoV. Bunlar su sızmasında, kafel altında hər hansı bir axıntını müəyyən etmək üçün istifadə olunur. Daha sonra atverka başlığı, burada var asığı. Atverka dəsti. Yenə fərqli bağ qayçılardır. Rezakların fərqli növləri, testerlərdir, gərginliyi, nə bilim, amperajı ölçməkdən ötürü. Kilidlərdir, xırdabat qeyd etdiyim kimi, atverka çeşidlərdir, atverka dəstləridir, stepler tapançası, dəst belə, atverka plaskubs dəsti var, çəkizlə olan dəsti var, belə açar dəsti var. Bunların fərqli çeşidləri var. Bunlar harada istifadə olunurdu? Bunlar drill. Drill oxşuyur. Drill başlıqlarıdır. Fərqli payannik çeşidləridir. Ütü çeşidləridir. İsti hava vuran belə. Daha sonra payannikin belə çeşidləri var. Bunlar qaz pompasıdır mən bildiyim qədər. Kombilərdə həmən olan qaz pompaları. Burada da bu çeşidləri, bir neçə çeşidi var, əldə edə bilərsiniz. Fərqli payannik çeşidləri var. Daha sonra bu nədir? Maraqlıdır. Bu nədə istifadə olunur bilmədim. Birinci dəfədə mən də görürəm. Daha sonra dəmir şotka. Dəmir şotka, lagon da başında və s. grill başında istifadə olunur. Anabala kleylərinin çeşidləri var. Bir sıra burada xırda var. Daha sonra belə setkalı, bu da harada istifadə olunur bilmirəm. Görənlər zaten bilir. Burada da fərqli başlıqlardır, rezaklardır. Bunları nə deyirlər? Nakitkadır, nədir? Boruların bağlanmasında, su sızmasın deyə istifadə olunan nakitka deyirlər, səhv eləmirəmsə. Bağ qayçılarının fərqli və burada da daha biraz sadə olan çeşidləri var. Qarşıdan mövsüm gəlir, yaz-yay aylarında biçim, nə bilim, budama. Budama payızda olur, amma mayalanma, calaqlama işlərində istifadə edə bilərsiniz. Urvin çeşidləridir, fərqli ölçülərdə olan çeşidləri var. Yenə də sizə işinizə görə bunu müəyyən eləyib ala bilərsiniz. Daha sonra burada kompresor tapançası, açar dəsti var belə. Açar dəst çeşidləridir, fərqli. Bunu bilmədim, belə bir dəst var. Atverka dəstinin həm fərqli başlıqlarının, həm düz, həm figurnu olan çeşidləri burada var. Bunlar salfetka. Salfetka VC-də istifadə olunan salfetkanın dəmiridir. Sadə rezak çeşidləridir, tapançası var. Yenə burada mallarlar üçün şpaker gedir, nə gedir, mala gedir. Bunlar əsasən şeydə olur, mən biləm. Nə deyirlər bu? Metlaq vuranlar əsasən, səhv eləmirəmsə, bu başlıqdan istifadə edirlər. Kafel metlaqda. Daha sonra belə, yenə bunlar da ağ lentlərdir. Daha sonra belə aksesuarlar var, xamutlar var, belə ağ xamutlar. Kabellərin və s. çəkilməsində istifadə olunur. Bunlar fərqli, burada belə bir çeşidlər var. Bunlar şeylərdir. İkili, dördlü asılqan çeşidləridir. Daha qaz çəkimində istifadə olunan, bundan bir dəfə özüm almışam. Azdan çoxdan məlumatım var. Qaz çəkilməsində, baxın, bunlardan istifadə olunur. Sarı kombilərdə petminutkaların qazdan petminutka verəndə birləşmək üçün istifadə olunur. Burada da, buradan çək, burada baxın, bütün asılqan çeşidlərinin burada demək olar ki, hamısı sərgilənib. Fərqli çeşidləri, fərqli rənglərlə olan modelləri var. Arxada da yenə bir fərqli kranlardır. Kran çeşidinin, yoldaşlar, əziz izləyicilər, kran çeşidinin materialına görə, keyfiyyətinə görə bir 50-yə yaxın bəlkə burada bir kran çeşidi var. Bəlkə də çoxdur, təqribi olaraq deyirəm. Rahat şəkildə satışını edənlər gəlib buradan seçimini edə bilər. Öz qeyd etdiyimiz kimi müştəri kontingentinə görə, müştəri tələbatına görə qiymətini də müəyyən edib ona uyğun çeşidləri əldə edə bilər. Daha sonra bir qism qeyd etdiyim kimi usta alətlərdir ki, zaryadka, batareyka, akkumulyatorla işləyən drill çeşidləridir. Belə sadə, yuvelirli evlərdə və s. kimi. Daha sonra belə biraz profesional olan çeşidlər var. Bu həm drill, həm də
preparator kimi istifadə olunur. Burada da fərqli bir digər. Son olaraq da bunları göstərək. Burada da fərqli duş başları, yenə də otellərdə, istirahət mərkəzlərində tez-tez sıradan çıxan hissələrdən biri də ərk tutur, suyun kirəcləri tutur. Tez sıradan çıxır, mütəmadi ildə, 2 ildən bir dəyişilir. Baxın, burada da yeni başlıqlar satışı var ki, fərqli dairəvi, dördbucaq, kvadrat və sair formalda başlıqlar da yer alıb. Bu qədər tez bir zamanda istədik ki, bütün çeşidlərlə, məhsullarla sizləri tanış eləyək. Ümid edirik ki, tanış etdik. Kimlər ki, bu çeşid məhsulların satışını həyata keçirir, rahat şəkildə bu mağaza ilə də əlaqə qura bilər, məhsullarının sifarişini edə bilər. Topdan olaraq əsasən topdan satışdır. Parakəndə satışlar isə yalnız mağazaya gəlib buradan yerində seçə bilərsiniz. Ünvanı təkrar olaraq xatırlatmaq istəyirəm. Yerləşir Sədərək Ticarət Mərkəzinin təsərrüfat bazarı. Sıra 2, mağaza nömrəsi 21, mağaza adı Safa Hamam Aksesuarları mağazasıdır ki, girişdən ikinci sıranın girişindən girdikdə Alfa İnşaatın arxasından 15-20 metr gəldikdə sol tərəfdə həmən Safa İnşaatın mağazasını görmüş olursunuz ki, yenə də ətrafınızda əgər bu çeşid məhsulların satışını varsa və yaxud da dostlarda, tanışlarda bu çeşid məhsulu satan mağazalar olan varsa, bu toplantıda videonu həmin şəxslərə göndərə bilərsiniz ki, onlar da tanıyıb faydalansınlar. Qiymət təkliflərini alsınlar. Əgər sərfəli olarsa, şərtləri daha uyğun olarsa, bu toplantı mağazanla da rahat şəkildə əməkdaşlıq edə bilərlər. Kanala abunə olmağı, video bəyənməyi unutmayın ki, daha çox videolar sizin qarşınıza çıxsın və daha çox toplantıları tanıya biləsiniz. İzlədiyiniz üçün təşəkkürlər.